Təhsilimiz bərbad vəziyyətdədir. Yaxın günlərdə gündəm olan buraxılış imtahanından böyük ehtimal xəbərdarsınız. Bu 11 illik təhsilin sonunda şagirdlərə öyrəndiklərini nümayiş etdirmək üçün hazırlanmış bir imtahandır. Bəs bu imtahan niyə ölkəmizdə bu qədər gündəm oldu ki? Bəli, həm sualların çətinliyi, həm tarazsızlığı, həm də daha önəmli olan başqa bir məqam var idi. Sualların bir çoxu məktəbdə şagirdlərə öyrədilənlər deyil, xarici dərsliklərdən götürülmüş əlaqəsiz suallar idi. Məktəbdə öyrədilməyənləri tələb edirdi bu imtahan. Nəticədə isə universitet xəyalları quran bir çox məktəblinin xəyalları suya düşdü. Uğursuz oldular. Deyəcək çox sözüm var, amma səsim hara kimi çatacaq onu bilmirəm. Lakin bir söz demək istəyirəm, böyük haqsızlıq idi, böyük ədalətsizlik idi. Ümid edirəm bizə tək yaşlı olaraq ballar aşağı salarlar və təbii ki də yerdən oturub suallar çox asan idi. Hər şeyi yaza bildim deyən insanları yeni anlamayacağam. Yəni elə bir şərh yazmaq fikrinə düşəcəksinizsə yazmayın, qəbul eləmirəm. Düşünün ki, mən bildiyim şeyləri ağlaya təsəvvür edin, gözümdən yaş gəlir, kitabçaya düşür gözümün yaşı və o formada yazıram. Ümumiyyətlə təhsil sistemindən razısınız? Bu sualın cavabını tapmaq üçün sadəcə məktəbdə keçirdiyimiz o 11 ilə geri dönüb baxmaq kifayətdir. Həyatımızın ən enerjili, öyrənməyə və dünyanı kəşf etməyə ən həvəsli illərini parta arxasında keçiririk. Sistem şagirdlərə tənqidi düşünməyi, problemləri analiz etməyi, fərqli çıxış yolları tapmağı yox, sadəcə test kitabçasındakı A, B, C və ya D variantlarından doğrusunu qaralamağı öyrədir. Sanki məktəblərimiz həyata insan hazırlayan bir yer deyil, universitetə qəbul üçün xal toplayan robotlar zavodudur. Bütün cəmiyyət, valideynlər, qohumlar uşağın beyninə bir fikri yeridir. Universitetə girməsən həyatın bitdi. Bu psixoloji bir terror deyilsə, bəs nədir? Gənclərin çiyinlərinə çox böyük bir yük qoyulur. Onlar isə imtahanda uğursuz olduqlarında depressiyaya düşürlər. Bəs universitetə daxil olanlar necə? Çoxmu xoşbəxtdilər? Bu gün bəzi ali məktəblərimizdəki ixtisaslara baxın. Suni intellektin dünyanı idarə etməyə başladığı, rəqəmsal bacarıqların hər şeydən önəmli olduğu bir dövrdə biz hələ də əmək bazarında heç bir tələbatı olmayan, 10 illiklər öncənin metodları ilə tədris edilən geridə qalmış ixtisaslar üzrə tələbə yetişdiririk. Gənclər 4 illərini verirlər, diplom alırlar və nəticə işsizlik. Çünki sistem onlara öz ayaqları üzərində durmağı, maliyyə savadlılığını, əsl həyatda lazım olan bacarıqları öyrətmir. Bəs başqa ölkələr, onlar bu qlobal problemi necə həll edir? Gəlin dünya təhsil reytinqlərində həmişə zirvədə olan Finlandiyaya baxaq. Onların modelində təhsilin məqsədi uşaqları imtahanla qorxutmaq yox, onları həyata hazırlamaqdır. Onlarda bizim bildiyimiz mənada ağır ev tapşırıqları və ya davamlı stres yaradan sınaq imtahanları yoxdur. Şagirdlər əməkdaşlığı və layihələr üzərində komanda şəklində işləməyi öyrənirlər. Ən maraqlısı isə odur ki, Finlandiyada mərkəzi, standartlaşdırılmış imtahan yalnız orta məktəbin ən sonunda, şagirdlərin yetkinlik yaşına çatanda olur. Müəllimlər isə cəmiyyətdə ən hörmətli, ən çox maaş alan peşə sahibləridir və hər biri magistr dərəcəsinə sahibdir. Almaniya modeli isə tamam başqa bir sistemdir və bəlkə də bizə ən çox lazım olan bu sistemdir. Almaniyada hamı universitetə getməlidir kimi absurd bir kompleks yoxdur. Onlarda ikili təhsil sistemi mövcuddur. Bəs bu nə deməkdir? Şagird həm məktəbdə nəzəriyyə öyrənir, həm də həftənin bir neçə günü real şirkətlərdə, zavodlarda, ofislərdə təcrübəsi kimi işləyir və maaş alır. Məktəbi bitirəndə artıq onun əlində həm real peşəsi, həm də iş təcrübəsi olur. Almaniyada usta, texnik və ya mexanik olmaq utanılacaq bir şey deyil, çox hörmətli və gəlirli bir yoldur. Universitetə isə doğrudan da elmə və akademik araşdırmalara marağı olanlar gedir. Bütün bunları müqayisə edəndə çox aydın görünür ki, problem gənclərin intellektində və ya oxumamağında deyil. Problem bizə təqdim olunan, gəncləri yarış atına çevirən bu sistemin özündədir. Unutmayın ki, həyatdakı uğurunuz sadəcə bir imtahan kağızı və ya universitet diplomu ilə ölçülmür. Universitetə qəbul olmamaq həyatın sonu demək deyil. Əsas məsələ öz bacarıqlarınızı kəşf etmək, bugünün tələblərinə uyğun biliklər yığmaq və öz yolunuzu cızmaqdır. Sistem bərbad və ya yaxşı ola bilər, amma sizin gələcəyiniz sadəcə sizin əllərinizdədir.